anadan olmasının 102 ilini həsr olunmuş futbol turnirinə yekun vurulur. Neftçi TV olaraq Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilən turnirin final mərhələsindəyik. Turnirdə 9 yaşadək futbolçulardan ibarət 6 komanda 2 qrupda mübarizə aparıb. Yarışın finalında Ulduz və Rofum kollektivlərini məğlub etməklə A qrupunun lideri olan Neftçi ilə B qrupunun birincisi Amasya üzə gəlib. Görüşün start fitindən əvvəl Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Amasya İdman kompleksində təşkil olunan maç 2-2 hesablı bərabərlikdə yekunlaşıb. Oyun sonrası penaltilərdə məğlub olan təmsilçimiz gümüş medallara yelənərkən Amasya kollektivi qızıl medala sahib çıxıb. Neftçi Futbol Akademiyasının direktoru Cemal Bülbül və beynəlxalq dərəcəli hakim inspektor Asim Xudiyev yarışla bağlı fikirlərini Neftçi TV'ye danışıblar. Öncelikle Ulu Önder'in hatırasını saygıyla anıyoruz. Buradan bir kez daha Allah rahmet eylesin diyoruz. Tabii mutluyuz. Neye göre mutluyuz? Öncelikle bütün çocuklar burada, hepinizi gördünüz. Yüzleri gülüyordu. Tabii ki kazanan kaybeden ister istemez oluyor ama önemli olan bu gibi turnuvaların daha fazla Azerbaycan seviyesinde daha fazla artması, daha fazla futbol oynamaları çocukların. Skordan, neticeden uzak, sadece futbolla dolu bir gün yaşadık burada. Önemli olan onların mutluluğu. Onlar mutlu oldukça biz de seviniyoruz. Biz olabildiğince zaten artıklamasıyla oyun oynamaya çalışıyoruz. Neden oyun oynamaya çalışıyoruz? Çünkü çok ufak yaşta bunlar ne kadar futbolla meşgul olurlarsa o kadar inkişafları için katkı sağlayacaktır, gelecek için katkı sağlayacaktır. Ama dediğim gibi burada şunu kaydetmek lazım. AFFA da zaten bu yaşlarda neticeyi hiç önemsemiyor. Biz de Neftçi olarak asla bunu önemsemiyoruz. Önemli olan dediğimiz gibi onların mutlu olması, insan mutlu olduğu yerde de başarılı oluyordur dolayısıyla. Sözsüz bu genç futbolcular üçün keçirilən turniri mən hesab edirəm ki, əminəm ki, faydalı olacaq. Çünki Amasya Futbol Klubunun idman kompleksində ənənə olaraq may ayının onun ərəfəsində Heydər Əliyevin il dönümünə həsr olunmuş hər il turnir keçirilir və turnir çox yüksək səviyyədə təşkil olunur. Gənclər İdman Naziri, Amasya, Neftçi Futbol Klubunun təşkilatçılığı ilə bu turnir çox yaxşı, çox yüksək səviyyədə təşkil olundu və hamımız şahidi olduq ki, həm futbolçular, həm azarkeşlər, həm valideynlər çox sevindilər ki, bu turnir çox yüksək səviyyədə keçirildi. Və fürsətdən istifadə edib sizlərə də Neftçi TV-yə təşəkkür bildirmək istəyirəm. Bu turniri işıqlandırırlar və gənc futbolçular böyük bir təkan olacaq ki, onları TV çəkir, müxtəlif idman yazarları onları işıqlandırırlar. Sizlərə də təşəkkürlər. Turnirin sonunda futbolçular ən yaxşı qapıcı, ən yaxşı müdafiəçi, ən yaxşı yarım müdafiəçi və ən yaxşı hücumçu mükafatlarına layiq görülüblər. Neftçinin üzvlərindən Raul Rəşidov 5 qollu ən yaxşı hücumçu, Fatih Camalov isə ən yaxşı qapıcı seçiliblər. Onlar təəssüratlarını bizimlə bölüşüblər. Mükafat qabağı çempionatın ən yaxşı qapıcısı seçildim. Ona görə də özümlə fəxr edirəm. Neftçinin qapıcısıyam. Özümlə qürur duyuram. Sağ olun. Mükafat aldığım üçün çox sevincliyəm. Uşaqlar bizdə çox yaxşı oynadı. Amasya klubuna çox sağ ol deyirəm oyuna görə. Biz də uşaqlar çox yaxşı oynadı. Penaltiyə çıxdıq. O ikinci yer olduq deyə pis deyiləm. Çünki penaltiyə çıxdıq. Penalti bəxtdir.
Ənənəvi olaraq 8 ildir təşkil edilən turnirin əsas məqsədi uşaqlar arasında futbolun kütləviliyini artırmaq, perspektivli futbolçuları müəyyən etmək və onların gələcəkdə peşəkar səviyyəyə çatmalarına kömək olmaqdır.